Hər vaxtınız xeyir Gülşən xanım. Bəli, bugün Urban Expo sərgisinin açılış mərasimi baş tutdu və Vuq tarixində ən böyük sərgi məhz Azərbaycanda keçirilir. Burada həm müxtəlif ölkələrin, eyni zamanda qeyri-hökumət təşkilatlarının stendləri öz yerini alıb. Ümumilikdə səhər saatlarından etibarən əsasən burada Expo mərkəzindəyik və burada deyə bilərik ki, böyük bir iştirakçıların çox diqqəti var və demək olar ki, xarici qonaqlar da zamanlarının böyük hissəsini burada keçirirlər. Həm müxtəlif ölkələrin şəhərsalma təcrübələri ilə tanış olurlar. Eyni zamanda da məhz həmin stendlərdə maraqlı məlumatlar əldə edirlər. Artıq bundan əvvəlki efirlərdə müxtəlif ölkələrin stendlərini təqdim etdik. Hazırda isə maraqlı bir xəbərimiz var. Belə ki, məhz sabahdan etibarən Urban Sinema öz işinə başlayacaq. Bu Urban Sinemanın məqsədi nədir? Burada sabahdan etibarən müxtəlif ölkələr öz şəhərsalma təcrübələri, eyni zamanda şəhərlərindəki aktual problemlər və bunlara tapdıqları alternativ yollarla bağlı filmlər nümayiş etdiriləcəklər. Söhbət sənədli filmlərdən gedir. Hər bir film 45 dəqiqə davam edəcək. 45 dəqiqəlik filmdən sonra isə 30 dəqiqə müzakirə üçün sessiya zamanı ayrılıb və burada qeyd edə bilərik ki, Urban Sinemada iştirak tamamilə ödənişsizdir. Eyni zamanda bütün istəyən şəxslər, həm tədbir iştirakçıları, həm media nümayəndələri, eyni zamanda paytaxta gələn qonaqlar da Expo mərkəzinə daxil olaraq buradakı Urban Sinemadan istifadə edə bilərlər. Maraqlı məqamdır ki, sabahdan etibarən artıq məhz Expo mərkəzinin tərkibində bir sinema fəaliyyətə başlayır, kino mərkəzi fəaliyyətə başlayır. Bəs burada hansı növ kinolar göstəriləcək, eyni zamanda əsas nə hədəflənir? Bu barədə suallarımızı qarşıdakı günlərdə bu mərkəzdə filmin nümayiş olunacaq Əfsanə Mahmuddan öyrənəcəyik. Hello, first of you're welcome to our country. And what you can say about this forum and what's your main purpose of this urban cinema? Okay, I'm Afsana Mahmoud and I'm here for our movie. Our movie is Waste to Wealth model. It's a new initiative for the world, and we are collecting waste, not collecting, we are buying waste from door to door, not only from rural, we are collecting waste from urban also, and we are buying their waste for the in this case that we are first of all we are collecting waste, and they have to separate their waste, and we are making product from this waste, and that will become very valuable, and we can sell those products in Thank you so much. Ümumilikdə qeyd olunur ki, xanım qeyd etdi ki, məhz Tullantıdan Sərvətə adlı bir filmin nümayişi olunacaq. Burada əsas məqsəd, yəni dediyimiz kimi, Expo mərkəzi daha dinamik bir mərkəzdir və həmin filmin nümayişindən sonra da insanların özləri ilə birlikdə gətirdiyi tullantılar, hansı ki, transformasiyaya uyğun olan tullantılar pulla alınacaq və daha sonradan onlardan müxtəlif maskalar, eyni şəkildə müxtəlif ləvazimatlar hazırlanacaq və yenidən satışa çıxarılacaq. Belə bizim hazırda vermək istədiyimiz məlumatlar bundan ibarət idi. Qeyd edək ki, məhz Urban Sinema sabahdan etibarən fəaliyyətə başlayacaq. Artıq vurğuladığımız kimi iştirak isə tamamilə ödənişsizdir. Bizim çatdırmaq istədiyimiz məlumatlar bunlardan ibarət idi. Söz yenidən xəbər mərkəzindədir.